Qardaş soruşur ki, yəni Peyğəmbər sallallahu belə bir hədisdə buyurub ki, xəstəliklərinizi sədaqə ilə müalicə eləyin. Və o hədisə görə sahabelərdən biri öz ailəsində kim xəstələnsə, dərhal fəqirlərə sədaqə verir və Allahdan şəfa diləyirdi. Ümumiyyətlə, bu hədis zəifdir. Yəni, bu hədisin movdu və şiddətli zəif turqları çoxdur. Bu hədis zəifdir hədis. Və Şeyx Əlbani rahimehullah hədisin mənasını səhih deyir. Çünki hədisin mənası səhihdir. Niyə görə? Çünki necə Peyğəmbər sallallahu digər səhih hədisdə də buyurur ki, yəni sədaqə vermək, namaz qılmaq, oruç tutmaq günahlara kəffaradır. Yəni insana günahlarına kəffara olur. Yəni məna baxımından belədir ki, yəni sədaqə verməklə insan Allah Taalaya yaxınlaşa bilər və günahlarına kəffara olar və s. Amma belə hədis ki var, yəni xəstəliklərinizi sədaqə ilə müalicə edin, bu hədis turqlarının hamısı zəifdir. Yəni zəifliyi bir-birindən daha da şiddətlidir. Allah bilir daha doğrusu. İxlasla.com saytı tərəfindən təqdim olundu.